Salam, hər vaxtınız xeyir. Bu gün ümumi bazar analiz eləmək istəyirəm. Bazarda ümumi xəbər axışını izləyəcəyik. Bir də texniki analizinə baxacağıq bazarın. İlk olaraq S&P 500 keçmiş dəstəyin üstünə atıb, eyni zamanda Nasdaq da dəstəyin üstündədir. Birazdan incələyəcəyik. Hal-hazırda son gün bizi ən çox yüksəldən xəbər JP Morgan'ın xəbəri oldu. Xəbər JP Morgan faiz Bitcoin Banked Bond, Bitcoin bondu yaratmaq üçün müraciət edib JP Morgan. Bu xəbər hal-hazırda bazarda həm Bitcoin-i, həm də ümumi bütün indeksləri yuxarı alan xəbərlərdən biri oldu. Hansı ki, burada baxsaq Bitcoin qrafikinə biz dediyimiz nöqtədən, hansı ki mən həm sadə qrupumuzda, həm də premium qrupumuzda paylaşmışdım bu dəstəyimizi. Dəstəyimizdən reaksiya alıb və sizə qazanılması lazım olan nöqtəni də demişdim. Hansı ki 4 saatlıq qrafikdə buna baxaq. 4 saatlıq qrafikdə həftəlik dəstəyin üstünə atıb və həftəlik trendin üstünə atıb və burada gördüyünüz kimi dəstək xəbərlə birlikdə güclü qırılım verdi və buradan artıq yüksəlməyə başladı. Hal-hazırda necə yol izləməliyik? İlk olaraq buna baxmaq istəyirəm. Dəstəyimizə baxaq. Həftəlikdə demək nə görürük biz? Həftəlik qrafikə baxanda burada trend görürük biz. 2023-cü ildən bəri gələn trend. 2023-cü ilin trendinə baxın, burada iynə olaraq 80 minə iynə atdı və oradan yüksəlişə başlayıb artıq. Deməli, necə bir yol izləyəcəyik biz? Burada baxaq. 4 saatlıq qrafik alım yenidən. 4 saatlıq qrafikdə əgər gələrsə, bizim ilkin alış edə biləcəyimiz nöqtə olaraq artıq 8400 dəstəyi işimizə yarayacaq. Mən premiumda da paylaşmışdım. Əgər gələrsə 88400-dən artıq yeni pozisyon ala bilərik və əgər burada qırılarsa yenidən trend bölgəsini gözləyə bilərik. Hansı ki 86700 bölgələri olacaq hardasa. Bu hissədən gözləyə bilərik, amma mən bura qədər düşəcəyini düşünmürəm. Ən yaxşı ssenaridə yenidən bura bir qayıdış eləyər, RSI düzəldər, daha sonra 94000-ə qədər üstünə atmağı bacararsa, 4 saatlıqda bizə dib gətirən əsas nöqtənin üstünə atmış olarıq. Keçək Nasdaq qrafikinə, Nasdaq-a baxaq. Deməli, Nasdaq 100 indeksində bizdə vəziyyət necədir? Keçən səfər sizə burada qrupa yenə atmışdım ki, burada panik satış eləməyə yoxdur, hal-hazırda üstündədir və üstündə qapanış eləsə qorxusu yoxdur, yəni bunun. Çünki bu əla bir dəstək nöqtəsidir. Və bu dəstəkdən gördüyümüz kimi reaksiya aldı. Burada bizim qrupda demək olar heç kim satış etmədi və 85200 bölgəsinin üstünə atıb. Burada da artıq günlük qapanış eləyib və daha sonra bunun hədəfi çox güman ki 26000 bölgəsi olacaq. Çünki dəstək işə yarayıb, dəstək qırılıb. Artıq bu hissə dəstəkdir. Direnc qırılımı var burada və artıq yeni hədəfimiz 86193 keçmiş all time high səviyyəsi olacaq. S&P 500 qrafikinə də bayaq eyni vəziyyət var idi. Ona da yenidən baxaq. S&P 500 qrafikində də burada dəstək keçmiş dəstək indiki direnç səviyyəsidir. Artıq qırılıb, yenidən dəstəyə çevrilib. Bu səviyyə qalsa, yeni bizim artıq rezonans səviyyəmiz olacaq 6922. Bu səviyyə bizim yeni rezonans səviyyəmiz olacaq və çox güman ki, bunun da yenidən yüksəlişə, ümumi bazarda yüksəliş olarsa, bu indeksin də yüksələcəyinə inanıram. Demək, baxmaq istədiyim bir neçə səhim var, hansı ki, qrupda tez-tez söhbət gedir. Nebius səhviminə baxmaq istəyirəm. Nebius səhvini tam dib nöqtələrdən tutmuşduq biz. 3 alım həyata keçirdik. İlk düşüşlərdə 105 bölgəsindən, daha sonraki düşüşlərdə 95 bölgəsindən bu bölgələrdən əlavə elədik. Sonunda isə ən son dəstəyimiz olan 82 səviyyəsindən Nebius əlavə eləmişdim şəxsi portfelimə də, qrupda da bunları paylaşmışdım. Və ümumi Nebius ortalamam ən çox alımımı 82 bölgəsində elədiyim üçün 94.5 ortalama ilə tuturam Nebiusumu və Nebiusda demək orada da bir trend var idi. Gəlin bu trendə baxaq. Baxın, trendə gəlib toxunub, trendin altına iynə atıb, amma bağlanış gətirə bilməyib və buradan ümumi bazarla birlikdə yüksəlib. Hal-hazırda rezonans səviyyəsi olan 90-596 bölgələrindədir. Bu bölgənin üstünə atması ilə birlikdə əgər ki atarsa, artıq bizim gözləyəcəyimiz ssenariyo buralara atar, bura bəlkə bir restest atar, alım fürsəti verər, verməyə də bilər, bu mümkündür. Yeni hədəfimiz 140 bölgəsi olacaq Nebiusda da. Bu qısa dönəm üçündür. Mənim uzun dönəm hədəflərim Nebius üçün daha yüksəkdir. Çünki ümumi olaraq Nebius həm çox
AI sahəsində özünü inkişaf elətdirən bir şirkətdir. Şirkətin ümumi gəlir bölgüsü çox əladır və şirkət məhsullarına tələb həddindən artıq çoxdur. Daha detallı incələyərək nə bilsin, belə qısa haqqında məlumat verdim. Daha sonra Oskar səhmi, hansı ki çox düşüşlərdə bir çox adam panikləmişdi. Biz isə burada 14 bölgəsində yenə alımlarımıza davam elədik. Bu trend bölgəsindən hal-hazırda Oskarda maliyyətimiz 15 səviyyəsindədir. 15.50-də idi. 15-ə saldıq son alımlarımızla və bizim yenə də dəstək bölgəmizdən tam dəstəyə toxunub 12.63 səviyyəsindən sonra da ACA xəbəri gəldi. ACA xəbərindən sonra da 25 hədəfi 25-i yüksəltdilər deyə Oskarda hazırda 18.84 səviyyəsindədir. Burada əsasən kar realizasiyası eləmək üçün yaxşı bölgədir, amma mənim uzun dönəm hədəfim, ilk hədəf 22 bölgəsi, daha sonraki hədəfim isə 30 bölgəsi olduğum üçün Nebius'da uzun müddət yatırımcısı olduğum üçün saxlayacağım Nebius'umu. Üzr istəyirəm, Oskar səhmimi uzun müddət saxlayacağam. Metaya da baxmaq istəyirəm. Qısaca meta haqqında da danışaq. Demək, qrupda paylaşmışdım. Metada əsasən bu bölgədə qəp var idi. Bu qəpi isindən yenidən reaksiya aldı, qəpin üstünə atdı. Dəstək səviyyəsinin artıq üstündədir. İlk hədəfimiz 691 bölgəsi, sonraki hədəfimiz 743 və ən son hədəfimiz 796 bölgəsi olacaq meta üçün. Lakin hal-hazırda səhmdə problemlər olduğu üçün böyük bir sıçrama ilə yüksəliş yox, asta-asta uzun dönəmdə yüksəliş gözləyirəm meta səhmində də. Baxmaq istədiyimiz bir də Intel-ə baxmaq istəyirəm. Intel və Nvidia-da baxacağam. Intel gəlsəydi 30 səviyyəsindən 27, baxın bu səviyyədən alım eləmək istəyirdim açıqcası. Eynən bu səviyyədən. Əslində 18 bölgəsində Intel almışdım. Mən test atmışdım əlimdəki Intelləri. Əslində satılmamalı idi. Gözlədim ki, alım fürsəti verə 30 səviyyələrindən Intel əlavə eləyim. Təəssüf ki, alım fürsəti vermədi. Intel tutanlar üçün yaxşı səhmdir, uzun dönəm tutula bilər. Əgər kar realizasiyası eləmək istəyən varsa, uzun dönəmdə alıbsa, ilk trend bölgəsində burada kar realizasiyası eləyə bilər. Daha sonra əgər trend qırılarsa, birinci dəstək səviyyəsi 41 bölgəsində kar realizasiyası eləyə bilər. Daha uzun müddət üçün baxdıqda isə, əgər deyirsə mən Intel-i güvənirəm, uzun müddət Intel saxlamaq istəyirəm, harda daha yaxşı rezidans bölgəsi var. Intel üçün 56 səviyyələri yaxşı görsənir. 56 səviyyələrində uzun dönəmdə profit götürsə bizim üçün yaxşı olar. Nvidia-da baxmaq istəyirəm. Nvidia-da yaxşı dəstəkdən reaksiya aldı. Baxın, burada bir trend var idi və bu trendə bir neçə əvvəl toxunuş eləmişdi. Hal-hazırda gəldi, trendə toxunuş elədi, yüksəlməyə başladı. Hal-hazırda 184 rezidans səviyyəsindədir. Biz bu düşüşlərdə Intel-lə aldıq və başqa bir neçə səhmim də var ki, bunu premium qrupun portfelinə əlavə eləmişik. Onlar premium üzvlərimiz bilir. Və ümumi olaraq Nvidia-da uzun dönəm üçün yaxşı tutula biləcək səhmdir. Heç bir problem yoxdur. Təməlləri güclü bir səhmdir. Bugünlük bu qədər. İstədiyim bazar haqqında danışım. Əlavə nə sualınız olarsa yorum hissəsində bildirə bilərsiniz. Videonu bəyənib abunə olmağı unutmayın. Eyni zamanda aşağıdan WhatsApp qrupumuza keçə bilərsiniz. Orada da bir çox trader var, hansı ki sizinlə eyni işi görən və ya uzun müddətli investorlar var. Onlarla birlikdə fikir mübadiləsi apara bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.